Salam uşaqlar, xoş gördük hər birinizi. Bugünkü imtahanda 11-ci sinif 3-cü qrup B variantına düşmüş sualların sürətli şəkildə izahı ilə tanış olacağıq. Siz də tez bazar cavablarınızı yoxlayıb yorumlarda bizimlə bölüşərsiniz. Hər birinizə xoş izləmələr. 31-ci test tapşırığımıza baxırıq. 31-ci test tapşırığında 19-cu əsrin 50-70-ci illərinə aid oxşar cəhətlər soruşulur bizdən. Qafqaz canişinin tərkibində olması təbii ki, bizim doğru cavabımız olacaq. Bilirsiniz ki, Qafqaz canişinin ilk dövrü 1844-1883-cü illəri əhatə edir və 50-70-ci illərə aid ortaq cəhətdir. Doğru cavablara 1 gətirməliyik. Yeni quberniyaların yaradılması doğru cavabımız olmayacaq. Yəni 50-ci illərdə 1859-da biz yeni quberniya, Bakı quberniyasını qeyd edə bilərik, amma 70-ci illərdə hər hansı bir quberniyamız yoxdur. Kəndlərdən hərbi verginin alınması da bizim doğru cavabımız olmayacaq. Hərbi vergi 1887-ci ildən, yəni 1980-ci illərdən etibarən alınmağa başlamışdı. Neft emaldən zavodların tikilməsi bəli bizim doğru cavabımız olacaq. Cavab oldu A variantı. 32-yə baxırıq. Bu diqqət tələb edən suallardan biridir. Uşaqların əksəriyyətinin yanlış yazdığı testlərdən də biridir. Diqqətli olmaq lazımdır. Baxın, xəritədə komendant idarəsi dövrünə aid əyalətlərin ümumi cəhətləri soruşulur. Düzgün cavablar. Baxırıq, əyalətlərə baxdıqda məsələn 3 ərazisi Şəki, 4 Şamaxı, 1 Lənkəran, 2 Qarabağ ərazisidir. Başqa bir ərazi yoxdur. Baxırıq indi 1 və 3 ərazisində Çar Rusiyasının müstəmləkə siyasətinə qarşı üsyan baş vermişdir. 1 və 3 Lənkəran və Şəki olaraq qeyd edilib. Bəli, bu doğrudur. Lənkəran üsyanı 1831-ci ildə, Şəki üsyanı da 1838-ci ildə baş vermişdir və ümumi cəhətdir. Komendant idarə üzrə dövrü deyirsə, uşaqlar biz 1840-cı ilə qədər ki, hadisələrə baxacağıq. Təxminən 19 əsrin əvvəlindən 1840-a qədər. 19 əsrin 20-ci illərində təşkil edilmişdir. 1 və 2 olaraq qeyd olunub Lənkəran və Qarabağ. Bəli, bilirsiniz ki, Lənkəran 1826-cı ildə ləğv olunur. Əyalətə çevrilir, komendant idarə üzrə yaradılır. Qarabağda 1822-ci ildə ləğv edilir və əyalətə çevrilir. Bu da bizim doğru cavablarımızda olacaq. Kürəkçay müqaviləsini imzalamışdır 3 və 4. Bilirsiniz ki, Kürəkçay müqaviləsini Qarabağ və Şəki imzalayıb. 4 Şamaxı isə Kürəkçay müqaviləsi yox, ona bənzər bir müqavilə imzalamışdır. Yəni Kürəkçay müqaviləsi hesab olunmur. Artıq biz cavabımızı tapdıq. A variantı olacaq. Dərbənd quberniyası deyirsə, bilirsiniz Dərbənd quberniyası 46-da yaranıb. Yəni bu komendant idarə üzrə dövrünə düşmür. 4 ola bilməz cavablarda. Cavab oldu A variantı. 33-ə baxırıq. 14-cü əsrin birinci yarısına aid olanları müəyyən edin. Yəni 1301-ci ildən biz baxacağıq 1301-ci ildən 1350-ci ilə qədərki hadisələrə. Şirvanşahlar dövlətində Dərbəndlər sülaləsinin hakimiyyətə gəlməsi deyir. Baxın, hakimiyyətə gəlməsi 1382-ci ildir. Bu 14-cü əsrin ikinci yarısıdır. Biri çıxdın cavablardan. Osmanlı dövlətinin yaranması əlbəttə 14-cü əsrin birinci yarısıdır. Bu 1302-ci ilə təsadüf eləyir. Avropada 100 illik müharibənin başa çatması bu 15-ci əsrin birinci yarısıdır. Doğru cavab ola bilməz və cavabımız tapıldı. Fransada başlatlar 1302-dir. Doğrudur. Kresi döyüşündə 1346-dır. Fransızlar məğlub olunur. O da doğrudur. Cavab C variantı. 34-ə baxırıq. Mehranilər sülaləsinin Albaniyada hakimiyyəti olduğu dövr 630-cu ildən 705-ci illəri əhatə edir. Babəki görürsən, çıxırsan buradan. Babək 816-dadır. Maneçilik təliminin yaranması təxminən 3-cü əsrdir. Bu da o dövrə düşmür. Arşakilər dövrü idi. Amid döyüşü də Arşakilərə təsadüf edir. 359-dur. Biraz səliqəsiz yazdıq, amma eybi yox. 359. Ərəblərə qarşı Azərbaycanın cənubunda üsyan baş verməsi, bəli, bu doğru cavab ola bilər. Hansı ki, məsələn, biz 7-ci əsrin 40-cı illərində Ərdəbildəki baş verən üsyanı qeyd edə bilərik. Bəli, doğru da D variantı olacaq. 3-cü ümumi vəsəkəndə Arşakilər sülaləsinə aiddir. 34-də D olacağımız. 35-ə baxırıq. Doğru hadisə nəticə əlaqəsini müəyyən edin. Baxın, doğrunu soruşur bizdən. Osmanlıların Konstantinopol tutması 1453-dür. Ağqoyunlu Qaradənizə çıxış yitirib 1461-də. Bu ümumiyyətlə səhvdir. Həm zaman baxımından üst-üstə gəlmir, həm də burada Ağqoyunlu dövləti sözünə görə yanlış cavab kimi götürəcəyik bunu. B-yə baxırıq. Şirvanşah 1-ci İbrahim Qızıl Ordu xana Toxtamışla ittifaq bağlaması. Şirvanşah Qızıl Ordu ilə ittifaq bağlamayıb. Əmir Teymurla ittifaq nəticəsində Şirvanşahlar daxili müstəqilliyi qoruyub saxlaya bilmişdi. C-yə baxırıq. Uzun Həsənin Venesiya ilə hərbi ittifaq bağlaması 1400 təxminən 72-ci ildir. Otluqbel döyüşünə Bayandurlular qalib gəlib. Otluqbel isə 1473-cü ildə idi. Burada Bayandurlular yox.
Osmanlılar qalib gəlib. Cahanşahın Heratı tutması 1458-dir. Teymurlərin dövlətinin süqut etməsi 1507-dir. Bu da təbii ki, yanlış cavab olacaq. Teymurlərin süqutu Cahanşahın yox, Şeybanilərin adı ilə bağlıdır 1507-ci ildə. Cavab qaldı E variantı. Qaraqoyunluların Sərdurud döyüşündə Teymurləri məğlub etməsi 1408-ci il və bununla da Teymurlərin Azərbaycanın cənubunda, ümumiyyətlə Azərbaycan torpaqlarındakı hakimiyyətinə son qoyulmuş olur. 36-ya baxırıq. 55-67-ci illər arasındakı dövrə aid olan ifadələr. Baxın, 55-67-ci illər deyirsə, 58 böyük sıçrayışı gətiririk cavablara. Falkland böhranını çıxırıq. Falkland böhranı 1982-ci ildir. Avropa İqtisadi Birliyi 1957-ci ildir. Bunu gətiririk cavablara. Ərəb Baharı 2010-cu ildir. Bunu çıxırsınız cavablardan. Və Körfəz müharibəsi də məsələn 1991 qeyd edilə bilər. Yəni ki, birinci Körfəz müharibəsindən söhbət gedir. Cavab oldu C variantı. Bu qədər sadə. 37-yə baxırıq. Azərbaycan Sasanilərin tərkibində və Ərəb xilafətinin tərkibində. Baxın, uc Səlcuqlardadır, qazı Ərəblərdədir. Bir dənə qalır Xostak, biri A variantı. Düzdürmü? Cavab oldu C. Bu qədər sadə. Heç o birlərə baxmaq. Cizyə, bəli, ərəblərə aiddir. Amil satrap da Midiya və Əhəmənilərə aid olan bir termindir, belə deyək ki. Cavab oldu C variantı. 38. Makedoniya İskəndərin hakimiyyət dövrü xarakterik deyil. Baxın, Yunan şəhər dövlətlərinin azadlığına son qoyması Xeyronaya döyüşdür. Bu, Filippin adı ilə bağlıdır. Makedoniya İskəndərin atası olan Filip. Burada biri cavabları gətirəcəyik. Makedoniya dövlətinin imperiya çevirməsi, bəli, məhz İskəndərin dövründə baş vermişdir. Əhəməni dövlətin süquta uğradılması. Bu da İskəndərin adı ilə bağlıdır. Atropatena dövlətinə deyir. Baxın, dövlət deyirsə əlbəttə aid deyil. Çünki İskəndərin ölümündən sonra Atropatena dövləti yaranıb və ora hərbi yürüş təşkil etmək təbii ki, məntiqə sığmaz. Müqavimətə baxmayaraq bütün Hindistan deyirsə əlbəttə ki, yanlışdır. Şimal-Qərbi Hindistandan söhbət gedir burada. Cavab olacaq D variantı. 39-a baxırıq. 10-cu əsrin ikinci yarısında Azərbaycanda meydana gələn müstəqil feodal dövlətlərdən biridir. Baxın, paytaxtı Gəncəydir. Deməli, söhbət Şəddadilər dövlətindən gedir. Bu çox məncə sadə bir məsələdir. Şəddadilər dövləti mətndə bəhs olunan dövlətdən fərqli olaraq Salarilər. Deməli, Salarilər aid olan xüsusiyyətləri tapmalıyıq. Əlbəttə ki, bu Azərbaycanın vahid halda birləşdirilməsidir. Mütləq şəkildə. Cavablardan biri 3 olmalıdır. Azərbaycanın cənubunda meydana gəlməsi və 4 olmalıdır. Aydınmı? 11-ci əsrdə süquta uğraması bu Şəddadilərin Salarilərdən fərqidir. Gürcülərə qarşı mübarizədə hər ikisində var. Cavab oldu D variantı. 40-a baxacağıq. Katli Kaxeti çarı 2-ci İrakli və Qarabağ xanı İbrahim Xəlil xan. Gəncə, bu bilirsiniz ki, bu artıq belə deyək, primitivləşmiş suallardan biridir. 1700-1783-cü illərdə Gəncədə iki hakimiyyətliyin mövcud olması ilə nəticələnən bir yürüşdür və elə doğru cavabımız da E variantı olacaq. Gəncədə iki hakimiyyətliyin yaranması. Aydındır. 41-ə baxırıq. Qəşəng sualdır. Dövlətlərin ümumi cəhətlərinin doğru verildiyi sıraları tapacağıq. Ümumi cəhətlərdən baxırıq. Yenə də variantlar üzərində baxacağıq. C ilə D-yə, yəni Göytürkdən Uyğur xəqanlığına Çin üzərində uğurlu hərbi yürüş etmələri qeyd olunur. Əlbəttə ki, bu doğrudur. Bir cavablara gətirəcəyik. Bizans dövləti ilə diplomatik münasibətlər qurmaları. Albaniya qrup, bəli. Avropa Hun dövləti də qrup, Göytürk də qrup. İslami xəqan, Yaqub, bu da doğrudur. Cavabımızı tapdıq artıq. B və Y-yə Aşina nəsli, Avropa Hun dövləti Aşina nəslindən deyildi. Sasanilərə qarşı aparılan müharibədə qalib gəlmələr. Avropa Hun dövləti Sasanilərə qarşı müharibə aparmayıb. Bilirsiniz ki, Atilla Sasanilərə qarşı yürüş ərəfəsində ilə vəfat etmişdi. Eyni əsrdə süqut etmələri AD. Deməli, Albaniya 705-də süqut eləyib. Bu eləyir 8-ci əsr. Uyğur dövlətdə süqut eləyib 842-də. Bu eləyir 9-cu əsr. Bu da təbii ki, uyğun deyil. Cavab oldu A variantı. 42-yə baxırıq. 20-ci əsrin əvvəllərində Şimali və burada təbii ki, uşaqlar, bu artıq hamımızın, yenə də deyirəm, əzbərlədiyi dərslərimizdə artıq bunu biz dəfələrlə qeyd etmişik. Bir də bizim üçün şablonlaşıb. 20-ci əsrin əvvəlində deməli, Şimali və Cənubi Azərbaycanla bağlı oxşar cəhətlər içərisində, xüsusilə mədəniyyətdə oxşar cəhətlər içərisində, təbii ki, qəzet və jurnalları biz qeyd edəcəyik. Milli teatr bizdə 19-cu əsrin ikinci yarısıdır. İlk Üsul Ziyad məktəbi 19-cu əsrin ikinci yarısıdır. İlk Rus-Azərbaycan məktəbi 1887, 19-cu əsrin ikinci yarısıdır. Həmçinin ibtidai kənd məktəblərdə ikinci yarısıdır. Cavab bu artıq məncə dəfələrlə deyilmiş bir məsələ olduğuna görə bizim üçün sadə sualdır. 43-ə baxırıq. Uyğunluq gözlənilmişdir. Frank imperatoru Böyük Karl deyirsə, Poitiers döyüş deyirsə, bu yanlışdır. Burada Martel idi, düzdürmü? Karl Martel idi, həm də imperator deyildi. Frank dövlətində ilk qanunlar toplusu yaratmışdı. Böyük Karl yox. Xlodvig, düzdürmü? Xlodvig deyə təzə nəşrə əsasən. Frank kralı Xlodvig Roma imperiyasına qalib gəlmişdi Suasson döyüşündə. Roma imperiyası
476-da artıq tarixin tozlu səhifələrinə qarışmışdı. Sual sonu isə 486-dır. Sadəcə Qalliyədəki Roma canişinini məğlub etmişdi. Bu da yanlışdır. Bu da artıq dəfələrlə deyilmiş məlumatlardan biridir. İtaliyanı tamamilə Frank dövlətinin tərkibinə qatmışdır. Əlbəttə ki, yanlışdır. Karl Martel imperator deyildi həm də. Kordova dövlətlə müharibə aparmışdır. Bəli, Böyük Karl. Bilirsiniz ki, İspaniyadakı ərəblərlə, yəni Kordova dövləti ilə müharibə aparıb, hətta onları məğlub edib, onlardan İspaniya şimalda bir vilayəti də əldə etmişdi. Aydındır. Cavab oldu E variantı. 44-ə baxırıq. 1-ci Qarabağ müharibəsi ilə 2-ci Qarabağ müharibəsinin oxşar cəhətləri. Bunu məncə hamı düz yazıb. Baxın, Azərbaycan Respublikası ərazi bütövlüyünü təmin edib 2-ci Qarabağ müharibəsində. Bu oxşar cəhət deyil. Hətta tam olaraq antiterror əməliyyatlarında ərazi bütövlüyümüzü təmin etmişik. Rusiyanın vasitəsilə hərbi əməliyyatlar dayandırıldı. Əlbəttə ki, bilirsiniz gecə saat 2-də məsələn. Birinci Qarabağ hamı bilir. İkinci Qarabağda da bilirsiniz gecə saat 2-də üç tərəfli görüş keçirilmişdi. Vasitəsilə hərbi əməliyyatlar dayandırılmışdı. 3-ə baxırıq. Azərbaycanın yerli istehsalı olan pualardan istifadə edildi. Bu 2-ci Qarabağ müharibəsinə aiddir. Füzuli və Cəbrayıl rayonu ərazisində hərbi əməliyyatlar aparıldı. Əlbəttə ki, doğru cavabdır. Füzuli və Cəbrayıl məsələn biz 93-cü sonu 94-cü ilin əvvəllərində orada əməliyyatı qeyd edə bilərik. 2-ci Qarabağ müharibəsi isə deməyə ehtiyac yoxdur. Onu hamı əzbər bilir. Cavab oldu D variantı. 45-ə baxırıq. Qazan və Əştərxan xanlıqlarının tarixlərinə oxşarlıq. Uşaqlar, burada oxşarlıq ya Rusiya tərəfindən işğal oluna bilər, ya da ki, Qızıl Ordu dövlətinin parçalanması nəticəsində yaranmaları ola bilər. Bu da təbii ki, hansı variantda var? C variantı. Bilirsiniz ki, 15-ci əsrdə Qızıl Ordunun parçalanması nəticəsində yaranıblar. 16-cı əsrdə Rusiya tərəfindən işğal olublar. 1552-56-da. 46-ya baxırıq. Eradan əvvəl. Bu çox sadə sualdır. Çox primitiv sualdır. Məncə burada heç bir uşaq səhv yazmaz, abituriyent səhv yazmaz. Romaya qarşı Parfiya ilə müttəfiq olan dövlət Albaniya idi. Üzr istəyirəm, Atropatena idi. Atropatenanın da paytaxtı istisnasız ki, Qazaka ərazisidir ki. 47-yə baxırıq. Təhmasiblə Xudabəndəni müqayisə eləyəcəyik. Paytaxtı yeni şəhərə köçürən 1555-ci ildə Təhmasibdir. Osmanlı dövlətlə müharibə aparan hər ikisidir. Osmanlı dövlətlə sülh müqaviləsi imzalayan Təhmasibdir. Amasya müqaviləsi 1555. Molla Həsəni görürsən, zaten Xudabəndiyə gətirirsən onu 1578-ci ildədir. Səfəvi sülaləsinə mənsub olmuşsa hər ikisi. Deməli, biri AC, 3-ə B-yi, 2-ə D ilə bizim B variantımızda var. 48-ə baxırıq. Səbəb nəticə əlaqələrinin doğru verildiyi bəni tapacağıq. İpək yolunun əhəmiyyəti itirməsi, Səfəvi dövlətinin iqtisadi tənəzzül baş verməsi. Bəli, ilə cavabımız budur. Aydındır. Başqa bir söhbət, ehtiyac yoxdur. Bəli, çox sadə. Cavab A variantıdır. Uşaqlar, vaxta baxıram, gecdir, tez bazar izahları deyim, yoxlaya biləsiniz. Şimali Azərbaycan 20-ci əsrin əvvəlləri və yenə də burada diqqətli olursunuz. Doğru hadisə nəticə əlaqələrini tapacağıq. Dünya iqtisadi böhranı 1900-1903-cü ildə baş verir və neft sənayesində təmərküzləşmə sürətlənir. Doğrudur. Neft sənayesində baxın, ilk inhisarlar 19-cu əsrin ikinci yarısıdır. Bunu cavablardan çıxırsan, ardın oxumursan. 1900-cü il əsasnaməsinin qəbul olması dövlət kəndləri arasında təbəqələşmənin güclənməsi əlbəttə doğrudur. 12-13-cü il aqrar qanunlar qəbul edilməsi dövlət kəndləri yox, sahibkar kəndləri olmalıdır. Cavab olacaq 1, 3. Yəni C variantı. 50-yə baxırıq. Fransada 3-cü Respublikanın mövcud olduğu dövr. Hansı dövrdür? 1870, 1940. Albaniyanı soruşur bizdə. Müqəddəs Roma imperiyasına 1806-cı ildə Napolyon son qoyub. Monarxiya devrilə 1918-ci ildə. Cavabımız elə budur. Konrad Adenauer deyirsə, ilk dəfə kansler seçildi. Bu işğal dövrüdür ABŞ, Almaniyada. Almaniya belə deyək, 1949-a aiddir də bu. O dövrə düşmür. İşğal dövrü yox. İşğal zonası dövrüdür. Sodova döyüşü 1866-dır. Şimali Almanya İttifaqı da 1866-dır. Cavab odur B variantı. 51-ə baxırıq. Azərbaycan, baxın, diqqətli olursun yenə də burada. Azərbaycan Respublikası qeyd olunub və ona aid uyğunluqları tapacağıq. 20-ci yüzilliyin 90-cı illərin əvvəli Naxçıvan MSSR adlanan Sovet Sosialistı. Bu 90-cı ilin noyabr ayıdır. Hələ Azərbaycan Respublikası yaranmamışdı. Azərbaycan Respublikası biz konkret olaraq 1991-18 oktyabr olaraq qeyd edirik. 20-ci yüzilliyin ilk 10 illiyi bütün çadır şəhər. İlk 10 illiyi bilirsiniz 2001-2010-cu ilə aiddir və çadır şəhərciklərdə 2007-dir. İkini biz cavablara gətirəcəyik. 21-ci yüzilliyin 10-cu illəri Qarabağ. Qarabağ Dirsəliş Fondu 2021-dədir. 10-cu illəri yox, 20-ci illəridir. Cavab oldu B variantı. 21-ci yüzilliyin 20-ci illəri Şuşa şəhərində dünya üzrə əlbəttə ki, bu doğru cavab olacaq. 52-yə baxırıq.
Yeni sülalə və dövlətin əsasını qoydu. 1162-ci ildən Böyük Atabəy kimdir? Şəmsəddin Eldənizdir. 1186-da hakimiyyətə gəldi Qızıl Arslan. Düzdürmü? Bunların ortaq cəhətini soruşur bizdən. Şirvanşahların tabe edilməsi əlbəttə doğru cavabdır. Hər ikisi Şirvanşahları tabe etmişdir. Yəni cavablarda bir olmalıdır. 2-yə baxırsınız. Azərbaycan tarixində ilk sultan titulunu daşıyan məhz Qızıl Arslandır. Yəni Qızıl Arslandan əvvəl hakimiyyətdə olmuş Eldənizə bu əlbəttə aid ola bilməz. Cavab elə yalnız bir olacaq. A variantı. 53-ə baxacağıq. Osmanlı dövlətinin ələ keçirdiyi ərazilərin xronoloji ardıcıllığını müəyyən edin. Baxın, 3 təxminən Tunis, Şimali Afrika ərazisi, 2 Misir ərazisi, bir də Konstantinopoldur. Konstantinopol 1453-dür. Misir 1517-dir, Səlimin dövrüdür. Bu da Süleymanın dövrüdür. Yəni konkret olaraq qeyd eləməsək də 1520 deyə bilərik. Düzdür, ondan sonraki hadisələrdir, amma yəni Süleymanın dövrüdür. Biz hökmdarlar olaraq geçsək, gəlməlidir 1, yəni Fatih Sultan Mehmedin dövrü, ardıca Səlimin dövrü, ardıca Süleymanın dövrü. 1, 2, 3 olmalı cavab burada. 54-ə baxırıq. Azərbaycanda erkən tunc dövrünə adılan xarakterik xüsusiyyətləri müəyyən edin. Duruqçuluq və toxuculuq yaranması deyirsə, neolitdir. Dini ayinlərin icrası üçün ibadətgahlar 100%-dir. Əhalinin dağətəyi və dağlıq zonda məskən salması 100%-dir. Metaldan ilk alətlər eneolit dövrüdür. Şumlama zamanı qoşqu heyvanların istifadə edilməsi. Bəli, bu sadə sualdır. 2, 3, 5 olacaq cavabımız. Osmanlı imperiyasında durğunluq və geriləməni baxın daxili səbəbləri deyir. Daxili səbəbləri deyirsə, beynəlxalq ticarət yollarına çıxırsan. Hərbi lens sistemi tamamilə ləğv edilib 2-ci Mahmudun dövründə. 19-cu əsrə aiddir. Artıq dağılma dövrü idi. Cavab oldu 1, 4. Mərkəzi hakimiyyət nüfuzdan düşür və ordu quruculuğa nöqsanlar artır. 55-ə baxırıq. Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbərliyi dövründə həyata keçirilmiş sosial iqtisadi deyir və aid deyil deyir. Heydər Əliyev Azərbaycan SSR rəhbərliyi dövrü. Baxaq. Azərbaycan SSR rəhbərliyi dövrü 1969-1982-ci illəri əhatə edir. Bakı metrosunun ilk 6 stansiyası 1967-dir. Bu Vəli Axund dövrüdür. Mən bunu cavablara gətirməliyəm. Çıxdım, aid deyil deyir. Çünki deməli 1 olmalıdır. Məişət kondisionerləri 75-dir. Bu istisnasız cavabdır. Kolxozlara pasaport verilməyi, bu əlbəttə 59-cu il deməli Vəli Axundovun dövrünə aidilən xüsusiyyətdir. Üzr istəyirəm. Xruşovun dövrünə aidilən xüsusiyyətdir. Heydər Əliyev 69-a gəlib hakimiyyətə. Ağdam Xankəndi Dəmiryolu 1979-dur. Bəli, bu Heydər Əliyevin dövrünə aiddir. Cavab olacaq 1 və 3. AXC ilə bağlı, nəhayət ki AXC ilə bağlı sual gördük. Azərbaycan Xalq Cümhuriyyətinin deməli Tiflis, Gəncə, Bakı dövrlərinə aid uyğunluğu soruşur. Tiflis dövrü bilirsiniz ki 1918-ci ilin 28 mayından 1918-ci ilin təxminən 16-17 iyuna qədər ki olan hadisələrdir. Düzdürmü? Lap deyək ki 16 iyun. Gəncə dövrü başlayır 1918-ci ilin elə 16 iyunundan Bakının azad olunmasına qədər. Yəni 1918-ci il 15 sentyabra qədər. Artıq 17 sentyabrdan, yəni 2 gün sonra paytaxtda Bakıya köçürülür və deməli Bakı dövrü başlayır artıq Azərbaycan tarixində. 1920-nin 28 aprelinə qədər və yaxud 27 aprelinə qədər deyə bilərik. Gəlin baxaq. Azərbaycan türk dilinin dövlət dili elan edilməsi. Bu 1918-ci ilin iyun ayının 27-sidir. Düzdürmü? Demək, buraya yazaq 1918 27 iyun. Azərbaycan parlamentinin yaradılması haqqında qanunun qəbul edilməsi. Bu 1918-in noyabrın 20-sidir. Bunu da bilirsiniz. Osmanlı dövlətinin AXC-nin tanınması 1918 4 iyundur. Kəndlərə pulsuz torpaq payının verilməsi. Bu mümkün olmayıb. Konstitusiya mümkün olmayıb. Gəlin baxaq. Gəlin burada yazaq ki, daha səliqəli olsun. Deməli, 4 iyun təbii ki, Tiflis dövrünə düşəcək, yəni 1-ə C düşəcək. 27 iyun deyirsə, bu təbii ki, Gəncə dövrüdür, yəni 2-yə deməli A düşəcək, 3-ə də qaldı B variantı. İşte bu qədər sadə. Artıq keçirik məbdə suallarına. İngilis parlamenti Boston çay qonaqlığı adlanan hadisədən sonra Boston limanını bağladı. Dözülməz qanunlar 73 toplandı falan filan. Döyüşlər kanunu faciə idi. Aydındır. Deyir ki, mənbədə bəhs olan müharibədə İngilislərə qarşı mübarizə aparan Qərbi Avropa dövlətlərinin ikisini qeyd edilir. Bu hansıdır təbii ki 3 dənə dövlət idi. Uşaqlar bilirsiniz. Fransa,
İngilislərin rəqibləri. İspaniya. Bonus olaraq Hollandiyanı da yazıq. Düzdürmü? Bəhs olunan müharibədə İngiltərənin məğlub olmasının mənbədə göstərilməyən iki səbəbini yazın. Baxın, İngiltərənin məğlub olmasının səbəbini mənbədə göstərilməyən mənbəni ötəri oxudum. Amma təbii ki, burada bir çox səbəbləri biz göstərə bilərik. Məsələn, Amerikalıların yandırılmış torpaq taktikasından istifadə etməsi, məsələn, bir cavabımız ola bilər. Və yaxud müharibənin uzaqda aparılması və belə deyək, İngiltərə üçün xərcin çox olması, yəni pulun çox xərclənməsi kimi belə söhbətlər deyə bilərik. Mən təxmini deyir. Təxmini daha doğrusu əzbər demirəm. Məsələn, partizan müharibəsi, yandırılmış torpaq taktikasını deyə bilərik. Qeyd etdiyimiz kimi İngiltərənin müharibəni uzaqda aparması, yəni xərc çox çıxırdı, baha başa gəlirdi ona. Sonra Amerikanların yəni bir vətən müharibəsi kimi burada iştirak eləməsi, yəni Amerikanın öz vətənləri hesab edirdilər və güclü motivasiya ilə döyüşürdülər, həvəslə döyüşürdülər və s. belə. Yəni bunları qeyd edə bilərsiniz hər birini. Hamısı doğru cavab kimi götürüləcək. 60-a baxaq. Haqqında bəhs olunan müharibənin gedişində müstəqilliyini elan etmiş dövlətin qalib gəlməsinin iki nəticəsini qeyd edin. Yəni Amerikanın qalib gəlməsinin nəticəsində nə olacaq uşaqlar? Deməli, belə deyək, ən azından deməli, müharibə gedişində müstəqilliyin etmiş dövlətin qalib gəlməsinin iki nəticəsi. Baxın, bunu deyim sizə. Birinci olaraq məsələn biz Amerikanın belə deyək, məsələn mühacir axınlarını qeyd edə bilərik. Amerikaya mühacir axınlarının yəni müharibə nəticəsində Amerika güclənəcək. Amerika iqtisadi cəhətdən inkişaf eləyəcək. Lap bunu belə yazmasaz, məsələn, ən azından iki nəticə olaraq biz birincisini yaza bilərik. ABŞ-nin ərazini genişləndirməsi. Nə bilim, elə bayaqlar dediyimiz kimi ABŞ iqtisadiyyatının belə deyək, inkişaf etməsi, ABŞ-yə mühacir axınlarının artması, bir çox səbəbləri yazmaq olar təbii ki, nəticələri daha doğrusu yazmaq olar təbii ki. Yenə də qeyd etdiyim kimi hər biri doğru cavaba namizəddir. İzlədiyiniz üçün təşəkkür edirəm uşaqlar. Mütləq nəticələri bizimlə bölüşün yorumlarda.